Onkoloji xəstələrə ümid olmaq, onların xüsusən uzun və ağrılı yollarında yanlarında olmaq digər xəstəliklərdən fundamental şəkildə fərqlənir. Bir insan üçün ana vətən, onun yurdu, yuvası nədirsə, bu xəstələr üçün də həmin diaqnozu aldıqdan sonra onların vətəni, onun ailəsi, həkimi, aldığı dəstək və onun dövlətidir. Missiyas xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov onkoloji xəstələrə icbari tibbi sığortadan başqa hökumətin əlavə dəstəyini istəyərkən deyir. Bu sahədə xüsusi yanaşma bütün xəstəliklər və tibbin digər sahələrindən fərqli olduğunu dilə gətirmək istəyirəm. Bütün problemlərin də yalnız icbari tibbi sığorta çərçivəsində həll olunacağına inanmaq da dünya təcrübəsində real görsənmir. Çünki dünyada aparıcı ölkələrdə də görsənir ki, icbari tibbi sığorta nə qədər yüksək səviyyədə tətbiq olunsa da, dövlət proqramlarının xüsusən xüsusi sahələr üzrə daha da inkişaf etdirilməsi həmin sahənin inkişafına və həmin problemlərin həllində xüsusi bir yer alır. Ona görə də hal-hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək maddi texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə problemin həllini başqa strukturlarda axtarmaq məncə bizi əsas hədəfdən uzaqlaşdırar, çox vacib vaxtımızı alacaq və ən əsası isə xəstələrin yaşama haqqını riskə ata bilər. İcbari tibbi sığorta bu sahədə bugün başqa sahələrdə olduğu kimi maliyyə dəstəyini saxlamaqla daha profesional bu sahənin inkişafına dəstək mexanizmində aktiv iştirak edə bilər. Millət vəkili əlavə edib ki, rezident həkimlərin əmək haqqı məsələsinin də köklü həllini gözləyir. Bu məsələ tibb kadrlarının ölkədə qalmasına, keyfiyyətli xidmətə və insan kapitalının güclənməsinə birbaşa təsir edən əsas amildir. Biz bugün təkcə rəqəmləri yox, insanların həyatını, gələcəyini, rifahını müzakirə edirik. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.